Salam əziz izləyicilər. Bugün biz sizə fe'li sifət haqqında danışırıq. Fe'li sifət fe'lin təsriflənməyən formalarından biridir. Həm fe'lin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Adətən sifətin sualına, yəni necə, nə cür, hansı sualına cavab verir və özündən sonra əşyanı, ismi gətirərək onu izah edir. Biz ilk olaraq fe'li sifətin şəkilçiləri ilə tanış olmalıyıq. Gəlin yazaq. Birinci qeyd edək an, ən. Danışan müəllim. Baxın, necə müəllim? Danışan müəllim. Sifətin xüsusiyyətini daşıyır. Burada sifətin sualına cavab verir, özündən sonra ismi gətirir. Ümumiyyətlə, fe'li sifətin fe'lə və yaxud da sifət aid xüsusiyyətləri haqqında biraz sonra danışacağım. İndi isə şəkilçilərindən danışaq. Danışan müəllim, baxın, bu indiki zaman mənalıdır. Niyə görə? Hal-hazırda mən danışıram. Bu proses davam edir. Buna biz deyirik indiki zaman mənalı. Biz demirik ya, bu indiki zamandadır. Əsla. İndiki zaman mənalıdır. Yəni, bunun tərkibində indiki zaman anlayışı var. Çünki bu proses hal-hazırda davam edir. Danışan müəllim və yaxud da yazan şagird. Bu şəkildə. İkinci. Mış, miş, muş, müş. Yazılmış məktub. Baxın, bu keçmiş zaman mənalıdır. Çünki keçmişdə yazılıb bu. Və üçüncü, dık, dik, duk, dük, üstə mənsubiyyət şəkilçisi. Məsələn, mənim oxuduğum, bizim oxuduğumuz, sənin oxuduğun, sizin oxuduğunuz, onun oxuduğu, onların oxuduğu və s. Məsələn, yazaq burada dediyim söz. Bu da keçmiş zaman mənalıdır. Yazıram keçmiş. Yəni, keçmiş zaman mənalıdır. Dördüncü qeyd edək burada. Malı məli. İçməli su. Beşinci, içməli su, deyilməli söz, geyilməli paltar və s. Acaq, əcək verə bilərik. Gediləcək yol. Növbəti, ası, əsi. Deyiləsi söz. Bu son üç şəkilçi gələcək zaman mənalıdır. Çünki hələ ki hadisə olmayıb. Hadisə gələcəkdə baş verəcək. Gələcək zaman mənalı şəkilçilərimizdir. Bu şəkilçilərin deməli an, ən və dık, dik plus mənsubiyyət, yəni bu şəkilçilərdən başqa digərləri 2-ci, 4-cü, 5-ci, 6-cı şəkilçilər amonim şəkilçilərdir. Bu haqda biraz sonra məlumat verəcəm. Lap elə indi məlumat verim. Baxın, an, ən şəkilçisi sırf fe'li sifətdir. Onu başqa yerdə demək olar ki, görməyəcəksiniz. Mış, miş, muş, müş şəkilçisini siz bundan öncə görmüsünüz. Harda? Nəqli keçmiş zamanda, imiş hissəciyində, fe'ldən isim düzəldən leksik şəkilçi kimi də görə bilərik. İndi bunların hamısı haqqında danışacağam. Yazaq. Mış, miş, muş, müş. Baxın, yazıram bura 1. Fe'li sifət. Fe'li sifət şəkilçisi olanda necə, nə cür, hansı sualına cavab verir? Özündən sonra əşyanı, ismi gətirir. Necə sifət? Bu da bu şəkildə. Məsələn, deyilmiş söz. Necə söz? Deyilmiş söz.
Baxın, necə söz. Necə sualına cavab verdi? Bəli, özündən sonra əşya gətirdi. Elə bil ki, sifətin funksiyalarını daşımış oldu. Amma bu olacaq qrammatik şəkilçidir. İkinci, nəqli keçmiş zaman şəkilçisi ola bilir. Baxın, nəqli keçmiş zaman şəkilçisi olanda da qrammatik şəkilçidir. Məsələn, mənə söz deyilmişdi. İdini də verməli oldum. Mənə söz deyilmişdi. Nə etmişdi? Deyilmişdi. Feilin nəqli keçmiş zaman şəkilçisi olanda bu şəkilçi nə etmiş, nə olmuş sualına cavab verir. Artıq necə, nə cür, hansı sualına cavab verə bilməz. Nə etmiş, nə olmuş sualına cavab verir. Növbəti ola bilir, bu da qrammatikdir. Üçüncü, ola bilir, deməli, imiş hissəci. Bu da feilin şəkillərindən sonra gəlir. Yəni bunu biz bilirik. Oxuyurmuş. Bu imişdi. Yazırmış və s. Bunun da qrammatik olduğunu qeyd etdik. Dördüncü, bu leksik şəkilçidir artıq. Deməli, bişmiş sözü, keçmiş sözündə biz bunu görə bilirik. Azdır belə sözlərimiz, çox deyil. Keçmiş unudulmur. Nə unudulmur? Bişmiş yoxdur. Nə yoxdur? Yəni bişən bir şey mənasında. Bu feildən isim düzəldir. Feildən isim düzəldir. Olur leksik şəkilçi. Bu qədər. Bundan indi bunu silək. Danışaq mal-məli şəkilçisindən. Malı-məli şəkilçisini biz feili sifət şəkilçisi kimi gördük. Məsələn, deyilməli söz. Necə söz. Bu oldu nə? Feili sifət. Necə söz? Deyilməli söz. Necə, nə cür, hansı sualına cavab verir, özündən sonra əşyanı gətirir. Yəni sifətin funksiyasını daşımış olur burada. Bu belə. Sonra ola bilər feilin vacib şəkli. Feilin vacib şəkli olarsa, nə etməli, nə olmalı sualından birinə cavab verəcək. Bu söz sənə deyilməlidir. Baxın, nə etməlidir? Deyilməlidir. Hər ikisində qrammatik şəkilçidir. Nə etməli, nə olmalı? Yəni bir şeyin vacibliyini bildirir. Bunu bu şəkildə rahat şəkildə, belə deyək, formada ayırd edə biləcəksiniz. Digərlərində də eyni proses. İçməli su. Məsələn, yazaq onu. Buna şifahi deyim yaxşı. İçməli su necə su? Bu feili sifətdir. Mən bu suyu içməliyəm və yaxud da xəstə dərmanı vaxtında içməlidir, nə etməlidir? Bu vacib şəklidir. Burada vaciblik var. Bəzən biz bilirik ki, həm feili sifət dırdır, durdur, şəxs xəbəri şəkilçisini qəbul edə bilir, həm də vacib şəkli və bu baxımdan bəzi sözlərdə çaşqınlıq yarana bilər. Məsələn, bunun biri içməlidir sözündə. Amma narahat olmayın, bu da asan bir şeydir. Məzmununa baxaraq ayırd etmək mümkündür. Yeməli sözündə də biz bunu görürük. Su içməlidir. Bir də var deyirəm ki, xəstə su içməlidir.
Su içməlidir, yəni normal temperaturdadır da, yəni çox qaynar da deyil, çox soyuq da deyil, yəni içməyə yararlı bir haldadır. Bu baxımdan bu olacaq necədir? Su içməlidir. Yəni məzmundan çıxış edərək tapırıq. Amma bunu məsələn görürsüz mən ikinci cümlədə dəyişdirərək verdim. Su içməlidir. Necədir? Baxın bu fe'li sifətdir. Bir də var deyirəm ki, xəstə su içməlidir. Nə etməlidir? Yəni bu artıq oldu vacib şəkli. Burada vaciblik var. Yeməlidir sözündə də bu var. Məsələn, alma yeməlidir, yəni dadlıdır. Necədir? Bu fe'li sifətdir. Xəstə hər gün alma yeməlidir. Uşaq hər gün alma yeməlidir. Nə etməlidir? Burada vaciblik var. Sonra malı məli şəkilçisindən danışmışkən elə bu məsələdə toxunmuş olun. Bu deməli düşə biləcək suallarımızda özünü göstərir bəzi sözlərdə. Baxaq. Qovurmalı aş. Qızdırmalı körpə. Çəkməli pişik. Belə bir nağıl var. Almalı piroq. Dondurmalı şirniyyat. Büzməli don, düyməli köynək. Düyməli köynəkdə də eyni prosesdir. Mən daha çox işlənən, yəni qarşımıza çıxan, testlərdə qarşımıza çıxan nümunələri qeyd etmiş oldum və s. Bu nümunələrdə biz malı-məli şəkilçisini bütöv götürmürük. Burada mamə və lı-li-lu-lü ayrılır. Və burada lı-li-lu-lü olur nə? Sifət düzəldən şəkilçi. Baxın, fe'li sifət demirəm. Sifət düzəldən şəkilçi deyirəm. Burada L üstü 4 şəkilçisi ayrıdır. Ayrıdır. Bu da nə olacaq? Bu da olacaq sifət. Baxın, fe'li sifət demədim. Sifət olaraq qeyd etdim. Gəlin ayıraq. Sözü kök şəkilçi ayırıb elə rahat tapaq. Qovur sözün köküdür. Mən bunu dəyişim. Qovurmaq sözün köküdür. Yəni yeməyi bildiyimiz qovururuq. Qovur bu olacaq fiil. Qovur nə et? Qovurma nə? Bu isimdir. Bura yazdıq isim. Qovurmalı necə? Bu da oldu sifət. Yəni isimdən nə yaratdıq? Sifət. Sözün kökü qız, qızdır, qızdırma, qızdırmalı. Qızmaq bax bu feildir. Qızdırmaq bu da feildir. Qızdırma nə isimdir? Qızdırmalı necə? Bu da sifətdir. Çək bu ayaqqabını ayağımıza çəkib geyinirik. Çək nə et? Bu feildir. Çəkmə nə isimdir? İs yazıram qısa olaraq. Çəkməli necə? Bu da sifətdir. Alma sözün köküdür. Yəni bu meyvədən söhbət gedir. Al feilindən söhbət getmir burada. Bildiyimiz meyvədir alma. Bu isimdir. Almalı, bu da sifətdir. Don, dondur, dondurma, dondurmalı. Donmaq feildir.
Dondurmaq bu da feildir. Dondurma isimdir. Dondurmalı necə? Bu da sifətdir. Büz neyd feildir. Büzmə sözü isim kimi verilib lüğətdə. Biz bunu sifətləşdirə bilərik, amma büzmə don deyirik, amma normalda büzmə yəni paltarın qırış hissəsidir də, yəni büzmə formasında olan hissəsidir. Bu isimdir. Bura yazın. Çünki yerim yoxdur yuxarıda. Bu feildir. Bu isimdir. Büzməli, bu da olacaq sifət. Yəni bunların hamısı nə yaratdı? Lülü sifət yaratdı. İsimlə sifət yaratdı. Biz bu şəkilçinin sifət dərsində keçmişik. Bildiyimiz dadlı, duzlu, maraqlı sözlərindəki şəkilçidir. İsimlə sifət yaratmağa xidmət edir. Yəni burada mamə və lülü ayrılır. Mamə sözün axırında bitən leksik şəkilçidir. Alma sözündə yox. Məsələn, alma bütöv kökdür. Amma digərlərində bəli. Qovurma, qızdırma, çəkmə, dondurma, büzmə, düymə sözü də deyə bilərik. Düy sözün kökü olacaq. Düymək, yəni bağlamaq. Düy sözü dilimizdə var. Düymə əşyadır, isimdir. Düyməli, necə? Bu da sifətdir. Eyni proses olacaq. Yəni bunlar isimdən sifət düzəldirlər. Biz burada malı məli şəkilçisini görüb bunlara nə feili sifət, nə də feilin vacib şəkli deyə bilərik qətiyyən. Yəni bunlar bildiyimiz sifət şəkilçisidir. Sifət bildirən şəkilçidir. Bu şəkildə. Sonra danışaq nədən? Orada biz ası əsi şəkilçisini qeyd edəcəyik, bir də acaq əcəyi. Ası əsdə də yenə eyni proses gedəcək burada. Ası əsi. Biz bunu verə bilirik lazım şəkli kimi. Sonra verə bilərik feili sifət. Hər ikisində leksik şəkilçi olacaq. Feili sifət şəkilçisi olanda, bax, deyiləsi sözün var. Sənə deyiləsi sözün var. Deyiləsi söz. Baxın, necə söz? Gördünüz, sifətin sonuna cavab verdim. Amma bu sözü sənə, bu söz sənə deyiləsidir. Nə ediləsidir? Deyiləsidir. Nə ediləsi, nə edəsi, nə olası. Yəni ası əsini biz burada lazım şəkli kimi götürürük. Acaq əcəkdən danışaq. Bu şəkilçidə feili sifət və feilin xəbər şəklini, yəni gələcək zaman şəkilçisi ilə deməli amonimik təşkil edir. Yəni hər ikisində işlənən şəkilçidir. Acaq, əcək. Yenə eyni proses. Baxaq. Feili sifət yazaq. Yaza bilərik burada. Gediləcək yol. Necə yol? Gediləcək yol. Bu feili sifət şəkilçisidir. İkincisi isə gələcək zaman. Qrammatik şəkilçidir hər ikisində. Gələcək zaman isə belə olacaq. Sabah gediləcək. Məsələn, hər hansısa bir yerə. Sabah gediləcək. Nə ediləcək? Gediləcək. Bu feilin qəti gələcək zamanı şəkilçisidir. Sonra bu şəkilçi, necə ki bayaq mışmışda biz onu gördük, burada da görə bilirik. Feildən isim düzəldən şəkilçi ola bilir. Gələcək sözü. Bunu böyünə yazın. Gələcək gənclərin əlindədir. Baxın, belə bir cümlə yazaq. Əlindədir. Nə? Gələcək. Gəl sözün köküdür, feildir. Burada əcək feildən nə yaradıb? İsim yaradıb.
Sonra dayanacaq sözündə avtobus dayanacağı, eyni prosesi görə bilirik. Yanacaq, məsələn, yanacaq tükənib, bitib. Bu da feildən isim düzəldən şəkilçi ola bilər. Yəni bu formalarda işlənə bilər. İndi danışaq feili sifətin feili aid xüsusiyyətlərindən. Ümumiyyətlə həm məsdərin, həm feili sifətin, həm də feili bağlamanın feili aid xüsusiyyətləri eynidir. Yəni bunun birini bilməklə hamısını həll etmək olar. Feili aid xüsusiyyətlər. Baxın, hərəkət bildirir. Təbii ki, feil olaraq hərəkət bildirməyi vacibdir, olmalıdır da. Hərəkət bildirir. Bayaqdan nümunə çəkirik, hamısının tərkibində hərəkət var. Ümumiyyətlə feili sifəti mən həmişə deyirəm 50% feildə, 50% sifət. Yəni feilə də aid xüsusiyyətləri var, sifətə də, feilin də suallanacağı, feil sifətin də hərəkət bildirir. Məsələn, danışan müəllim, nə edən müəllim? Çünki burada artıq hərəkət var. Sonra təsdiq və inkarda olmaq məsələsi var. Məsələn, yazan, yazmayan. Yazan, yazmayan. Sonra feil qrammatik məna növlərində ola bilir. Məsələn, yazan məlum, yazılan məchul. Məsələn, baxılan şəxssiz ola bilər. Mən ANN şəkilçisindən danışıram, digərləri də ola bilər, heç bir problem yoxdur. Yazışan qarşılıq birgəlik, yazdıran icbar, görünən qayıdış və s. Və ətrafına söz toplayıb tərkib yarada bilir. Məsələn, gecikən qarşısına söz gətiririk, dərsə gecikən. Gecikən şagird. Necə şagird dərsə gecikən? Baxın, gecikən sözündən qabaq dərsə sözü gəlib. Ən azı bir söz gəlməlidir. 2 söz də ola bilər, 3 söz də, 5 söz də, onun heç bir fərqi yoxdur. Əsas odur ki, ondan öncə gələn söz məna və qrammatik cəhətdən feili sifətlə əlaqələnsin. Dərsə gecikən. Baxın, yəni bunların aralarında həm məna cəhətdən əlaqə var, çünki dərsə gecikmək olur. Həm də qrammatik cəhətdən əlaqə var, yəni şəkilçi vasitəsilə bunlar bir-biri ilə bağlanıblar. Ona görə də biz bunu tərkib hesab edə bilərik. İndi qeyd edək, sifətə aid xüsusiyyətlərindən danışaq feili sifətin. Sifətə aid xüsusiyyətlərindən danışaq. Deməli, birinci sifətin sualına cavab verir. Yəni, necə, nə cür, hansı. Bu suala cavab verir. Bunu bayaq deyirik. İkincisi, özündən sonra əşyanı tələb edir. Yəni, onun əlamətini izah edir. Əşyanın əlamətini izah edir. Məsələn, deyilən söz, necə söz. Necə söz. Sonra, sifət kimi, belə deyək ki, əlamət bildirir, onu da qeyd etdik. Sonra, əsasən təyin olur cümlədə.
əsasən təyin olur. Bu da necə olur? Bunu da qeyd edəcəm. Yəni necə, nə cür, hansı sualına cavab verib təyin olur. Yatmış körpə oyandı. Necə körpə? Yatmış körpə. Baxın. Bu oldu təyin. Elə burada baxın necə, nə cür, hansı suala cavab verdi. Körpənin necə olduğunu, əlamətini bizə bildirdi və cümlədə oldu təyin. Bəzən şəxs xəbəri şəkilçisini qəbul edib ismi xəbər də ola bilir. Məsələn, bunlar gecikənlərdir. Və yaxud da deyə bilərik ki, heç ləri vermərəm. Bunlar bu gecikəndir. Tək də verək. Bu gecikəndir. Oldu nə? Necədir? Dırdır qəbul edib oldu xəbər. Və deməli, fe'li sifət də sifət kimi isimləşə bilir. Mən bu haqda bunu silib ayrıca yazım. Necə? Sifət isimləşir, o şəkildə də fe'li sifət isimləşir. İsimləşməsi. Baxaq. Fe'li sifət isimləşəndə yanındakı ismi cümlədən uzaqlaşdırırıq. Yəni çıxardırıq oradan və heç bir şəkilçi qəbul etməyə də bilərik, qəbul edə də bilərik. Gecikən şagird sinifə buraxılmadı. Necə şagird, gecikən şagird. Baxın, təyin oldu. Necə, nə cür, hansı sualına cavab verir. Mən buradan indi şagird sözünü, baxın, bax bu şagird sözünü, yəni yanındakı ismi çıxardacağım cümlədən. Qeyd edəcəm ki, gecikən sinifə buraxılmadı. Kim gecikən? Baxın, kim sualına cavab verdi. Bayaq kim, necə, nə cür, hansı sualına cavab verə bilmədi. Kim sualına cavab verdi və oldu mübtəda vəzifəsində yanındakı ismi cümlədən çıxarmışıq. Bu şəkildə artıq fe'li sifət isimləşdi. Başqa bir nümunə. Yatmış insanları oyatma. İndi qeyd edək, yatmışları oyatma. Yatmış insanları oyatma, necə insanları? Burada fe'li sifət, isimləşmir. Amma yatmışları oyatma, kimi oyatma? Baxın, lar və ı, yəni ismi cümlədən çıxarmışıq, amma ismin şəkilçilərini, cəm şəkilçisi ola bilər, hal şəkilçisi ola bilər. Bunu saxlamışıq biz və fe'li sifətin üzərini artırırıq. Yatmışlar kimi. Gördünüz, bu oldu tamamlıq.
Ümumiyyətlə fe'li sifət isimləşəndə cümlədə mübtəda ola bilər, yuxarıda qeyd etdiyimiz kimi və indi qeyd etdiyimiz kimi tamamlıq ola bilər. İsmin xəbər olması üçün isimləşməməyə ehtiyac yoxdur. Onsuz da şəxs xəbəri şəkilçisini qəbul edən kimi ismi xəbər ola bilər. Yəni isimləşə də bilər, isimləşməyə də bilər, onun heç bir problemi yoxdur. Sonra danışıq nədən? Biri var fe'li sifət, biri var fe'ldən düzələn sifət. Bəzən şəkilçi olaraq bəzi şəkilçilər bir-birinə bənzəyir və bunu səhv sala bilirik. Burada qeyd edək. Fe'li sifət. Burada da qeyd edək. Fe'ldən düzələn sifət. Bu fe'ldən düzələn sifətdir. Baxın, nitq hissəsi olaraq bu sifətdir. Nədən düzəlmənəsi olmayaraq, baxın, bu olacaq sifət. Bu isə fe'li sifətdir. Hansı şəkilçilər bir-birinə oxşuyur? Biri var anəm. Biri var ağan əyəm. Baxın, rahatdan danışım, tamam. Küsən və küsəyən sözlərindən danışacağım. Küsən. Bir də var küs əyəm. Bunu rahat görürəm. Görürəm ki, küsən burada şəkilçi anəndir. Küsəyən, burada isə küs sözün köküdür, şəkilçi ağan əyəndir və fe'ldən düzələn sifət şəkilçilər, yəni fe'ldən sifət düzələn şəkilçilər leksik şəkilçidir, çünki sözün mənası dəyişir və nitq hissəsinə mənsubluğu dəyişir. Fe'li sifət şəkilçiləri isə qrammatikdir. Bunu rahat tapa bildim. Tamam. Biri isə ağlayan və ağlağan sözləridir. Ağlayan yazaq bura. Bu isə ağlağan sözdür. Bu iki söz çaşqınlıq yarada bilir. Baxın, bunun açılışı belədir ki, ağla sözün köküdür. Anən şəkilçidir. Mən onu buradan qeyd edim. Ağla. Bu olub ağlayan. Ağla sözün köküdür. Anən şəkilçidir. Burada y bitişdirici funksiyanı daşıyır. Yəni sözün sonu saitlə bitib və şəkilçi də saitlə başlayıb. Y isə bitişdirici samitimizdir. Bu tərəfdə isə, sağ tərəfdə isə ağla sözün köküdür. Ağandır şəkilçi. Sadəcə ağla ağan sözü ola bilməz. Sözün sonu saitlə bitib, şəkilçisi saitlə başlayıb. Biz demişdik ki, belə olarsa, ya bunların aralarına bəzən bitişdirici samit əlavə oluna bilər, necə ki, birincidə qeyd etdiyimiz kimi. Və yaxud da şəkilçinin ilk saiti atıla bilər. Yəni, bu tərəfdə ağla ağan, burada A-nı atmışıq, gəlib düşüb ağlağan formasına. Yaxşımı? Həmin o şəkilçi bu şəkilçidir. Yəni, ağan əyən şəkilçisidir. Bəzən bunu ma-mənkar şəkilçisi artırmaqla tapmağa çalışırlar, amma mənim üçün çox səhv bir metoddur. Mənim üçün səhv metoddur deyəndə ki, bunu bəzən şagirdlərimiz düzgün şəkildə şəkilçini verə bilmirlər. Baxın, bəli, ma-mə inkarlıq bildirən şəkilçidir və bu fe'li sifət şəkilçisinə artırılır. Fe'ldən düzələn sifətə artırılmaz. Çünki sifət ma-mə inkarlıq şəkilçisini niyə görə istəsin ki? Əgər biz maraqlıma və yaxud da məsələn dadsızma belə sözlər deyirik, xeyr. Təbii ki, yəni sifətə ma-mə şəkilçisini artırmaq olmaz. Məsələ burasındadır ki, problem burasındadır ki, bunu səhv artırırlar. Ağlayan bu fe'li sifətdir, inkarda ağlamayan olmalıdır. Bəli. Ma məni istəyir. Fe'ldən düzələn sifətdə isə
Ağlağandır və bunun inkarı da ağlamağan olmalıdır. Amma uşaq götürüb necə verir? Ağlamayan verir. Və deyir ki, axı müəllim oldu, ağlamayan. Siz deyir cümlənin karı istəmir, feildən öncələn sifət olanda burada istədi. Əzizim, sənin verdiyin feili sifət şəkilçisidir o. Ağlayan. Sən onu elə yox, ağlamağan verməliydin. Yəni sən götürdün şəkilçini, dəyişmiş şəkildə verdin və qeyd etdin ki, artırmaq olur. Amma sənin artırdığın feili sifət şəkilçisidir. Feildən öncələn sifət şəkilçisi deyil, diqqətli olmaq lazımdır. Sonra deyinən, deyingən. Bunları rahat tapırıq. Deyinəndir bu anəm. Bu isə deyingəndir, qankəm. Çalışam. Baxın, anəndir burada. Çalışqan da buradadır. Sürüşən feili sifət də yenə sürüşkən feildən düzələn sifət də özünü göstərir. Sonra digər şəkilçilərimizdə elə çaşqınlıq olmayacaq. Çünki məsələn qınkın, qunkun, ıcı, ucu bunlar onsuz da feildən sifət düzəldən şəkilçilərimizdir. Feili sifət şəkilçiləri 6 dənə bayaq qeyd etdiyimiz şəkilçidir. Əsas bunlar anənlər oxşuyur, ağanənlər oxşuyur bir-birinə. Yəqin ki, digərlər arasında yəni belə çaşqınlıq yaradan şəkilçimiz yoxdur. Belə məncə hər bir şey demiş oldum feili sifət haqqında. Videolarımızı bəyənib paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.